Mənim üçün çox xoş oldu geniş məlumat almaq. Çünki biz qida təhlükəsizliyi yaranan gündən demək olar ki, biz əməkdaşlıq eləyirik. Biz Qarabağ klubu ilə və bizim ümumiyyətcə bilirsiniz, idmançının sağlamlığı çox önəmlidir və onun sağlam qidaya çox ehtiyacı var. Və biz cənab sədrlə elə biz söhbətlərimizdə həmişə deyirdik ki, bizim komandanın, futbolçuların yeməyi sağlam olmalıdır. Çünki onların bərpası üçün fiziki gücdən sonra çox vacib olan sağlam qida və ümumən belə bizim hətta diyetoloqumuz elə bu qurumun əməkdaşıdır və belə mən təşəkkür eləmək istəyirəm. Futbolçuların bunun faydasını görür və sağlam qida ilə sağlam qidanın bizim nəticələrimizdə çox böyük rolu var. Və buna görə sizin hər birinizə təşəkkür eləmək istəyirəm. Belə bir şərait yaradılıb və ölkəmiz üçün, xalqımız üçün, cavanlarımız üçün yəni bu düşünülərək belə bir addım atılıb və bir Azərbaycanlı kimi hər birinizə təşəkkür edirəm, başda cənab sədr olmaqla.